Həmişə atam deyirdi ki, qızım, əsas paltarın gözəlliyi deyil. Əsas odur ki, sən danışacaqsan, sənin addımların, insanlar sənin paltarından yox, sənin düşüncə tərzindən, sənin etdiklərindən danışacaqlar. Onda səni qəbul edəcəklər, bax o sənin kimliyində. Paltar sənin kimliyin deyil. Paltar kimdənsə alıb geyinə də bilərsən, amma o şeylər var ki, onları almaq üçün zəhmət lazımdır, onları almaq üçün illər lazımdır. Onların üstündə həmişə mübahisə et və mənim yadımdadır, mən cəmi həyatımda bircə dəfə paltar istəmişəm, ondan sonra da heç vaxt istəməmişəm. O zaman bir dəb idi, bir donlar çıxmışdı, festival deyirdilər. Hər kəs geyinərdi, bu ən kasıb adamdır. Səhv eləmirəmsə 13 manat idi o zaman qiyməti. Mən anama yavaşça dedim ki, mən də o dondan istəyirəm. Anam atama dedi ki, bəlkə Qənirə də deyir o dondan mən istəyirəm. Atam birə baxdı, dedi ki, mən ona o donu almayacağım. Niyə o kitab istəmədi? Halbuki biz ailədə belə olub yatan, biz 5-ci sinifdə Səfirlər romanını oxumuşuq.